Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. İstərdim bu sual ətrafında sizlərlə müzakirə edək ki, axir zaman hədisləri ilə bugünkü siyasi hadisələri dəqiq şəkildə şərh etmək olarmı? Başqa sözlə desək, axir zaman barəsində olan hədislər bugünkü siyasi hadisələrin səbəbidir, yaxud onlara təsir edir, yoxsa ümumən onların təfsiridir, yoxsa ümumən bundan əlaqəli deyil. İlk növbədə biz bilirik ki, hər iki məzhəbin, yəni həm əhl-i-sünnə, həm də şiə hədis qaynaqlarında axir zamanda bu hadisələr baş verəcək, belə olacaq, filan ittifaqlar baş verəcək kimi hədislər var. Ümumən axir zaman, yəni hansı zamandan sonra gələcək, bunun özü müzakirəli məsələdir. Amma hər bir halda, yəni bunları deyək ki, bizim yaşadığımız əsr, bizim yaşadığımız era ilə əlaqəlidir. Bu hədislər tam olaraq arxasında duran hikmət və fəlsəfə nədən ibarətdir? Baxın, biz bu hədisləri diqqətlə araşdırdıqda görürük ki, bu hədislər ümumi şəkildə danışılır. Yəni, hər hansı bir dəqiq şəxs adı, hər hansı bir dəqiq tarix, hər hansı bir dəqiq coğrafiya vermir. Bəlkə ümumi şəkildə insanlara belə bir hadisələrin baş verəcəyini bildirir. Amma bu, bugün baş verəcək, sabah baş verəcək, harada baş verəcək, hansı coğrafiyada baş verəcək, bu kimi suallara cavab vermir. Və məsələ də bundan ibarətdir ki, biz bu hədislərin dövrün siyasi və ictimai hadisələri ilə tətbiq olunduğu barəsində bir kitab yazmağa qalxsaq, bu tətbiq olunan hadisələr bu hədislərin sayından çoxdur. Məsələn, bir zaman dedilər ki, burada olan məsələ Abbasilər, Əməvilərdir. Məsələn, onlar Süfyanlılardır və Süfyanı kimi çıxıblar. İllər, əsrlər ötdü, dedilər ki, bunlar Monqollardır. Məsələn, Monqollar Yəcud-Məcuddur və yaxud onlardır axirə zamanda gələn, artıq bundan sonra İmam Zaman əleyhissalam zuhur edəcək, qiyamət baş verəcək. Birinci Dünya müharibəsi oldu, yenə bu hədisləri tətbiq etdilər. İkinci Dünya müharibəsi oldu, yenə onu tətbiq etdilər. SSR quruldu, onu yeni tətbiq etdilər. Sovetlər dönəmi aradan getdi, yenə hədisləri tətbiq etdilər. Daesh ortaya çıxdı, yenə bu hədisləri tətbiq etdilər. Bunlar ümumi nümunələrdir. Amma dediyim kimi, əgər biz daha o xırdalığa geçsək, görərsiniz ki, hədislərin sayından çox, bu hədislərin tətbiq etdiyi hadisələrdir. Amma çox maraqlıdır ki, onların heç biri deyil və ondan zaman zuhur baş vermədi, qiyamət baş vermədi və mən siz hal-hazırda buradayıq. Demək, bu hədislər heç bir formada hadisələrə tətbiq olunmamalıdır. Bəs yaxşı, bu hədislərin arxasında duran hikmət nədən ibarətdir? Bu hədislərin əsas məqsədi bundan ibarətdir ki, insanları, müminləri həmişə ictimai, siyasi hadisələrə hazırlasın. Artıq ictimai və siyasi hazırlıqlara ilahi bəsirət, ictimai sahədə elm, siyasi vəziyyəti dəqiq dəyərləndirmək, bu kimi məsələlər lazımdır. Yəni, Əhl-i-Beyt öz davamçılarını belə bir hadisələrə hazırlayır. Amma bugün bu hadisələrə, bu hədislər prizmasından baxmaq artıq insanı edir tamaşaçı. Sanki gözləyir ki, bəli, onlar buranı vursun, bunlar oranı vursun, İmam Zaman əleyhissalam zuhur edəcək. Yəni artıq bu olur pasiv bir izləyici. Ümumən hadisələri, siyasi gedişatı dəyərləndirmək üçün tarix, sosiologiya, siyasi elmlər lazımdır. 2-3 dənə hədisi axir zaman barəsində deyilən, hələ bunun sənədini bir kənara qoyuruq. Ona müraciət edərək bu hədislər barəsində, hadisələr barəsində izhar nəzər etmək, fikir bildirmək,
bu ən sonda insanlar arasında dinə olan etimadı, İmam Zaman əleyhissalama olan etimadı, zuhura olan etimadı aradan aparmaqdan başqa heç bir şeylə nəticələnməyəcək. Və maraqlıdır ki, o şəxslər ki, bir formada bu hədisləri zuhurla əlaqələndirirlər və elə bu hadisədən sonra İmam Zaman əleyhissalam baş verəcək, bunlar unutmasın. Bunlar bir formada zuhura müəyyən bir zaman, müəyyən bir tarix müəyyən edən şəxslərdir. Bildiyiniz kimi İmam Sadiq əleyhissalam bunlar barəsində buyurmuşdu ki, kəzəbəl vəqqatun, vaxtı təyin edənlər yalan deyirlər. Bunlar yalan danışan şəxslərdir. Yəni bu sözlərin nəticəsi istər-istəməz vaxt təyin etməkdir. Və daha sonra buyurur ki, inna əhlul beyt la nuaqqid. Biz əhl-i beyt vaxt təyin etmirik. Yəni bunun mənası budur ki, aləmin sirri bizim əlimizdə ola-ola biz hər hansı bir vaxt təyin etmirik. Siz niyə bu gedişatı elə bir formada təfsir, təhlil edirsiniz ki, sanki bu hadisədən sonra İmam Zaman əleyhissalam gələcək. Və daha sonra İmam Sadiq əleyhissalam ümumi bir prinsip deyir. Deyir, Allah yalnız bunu istəyir ki, Allahın yolu, metodu bundan ibarətdir ki, vaxt təyin edənlərin müəyyən etdikləri vaxt puç etsin. Onları yalancı çıxarsın. Yəni deyirlər ki, bax bu hadisədən sonra, bu hadisə baş verəndən sonra İmam Zaman əleyhissalam gələcək, insanları ona tərəf inandırır, hamı onu paylaşır, amma hadisə baş verir və İmam Zaman əleyhissalam gəlmir. Bununla da Allah Teala bu şəxslərin yalancı olduğunu bir formada bildirmək istəyir. Və bəzən isə bildiyiniz kimi düşmən qarşı tərəf bizim bu hədislər əsasında müəyyən senarilər hazırlayır. Məsələn, İŞİD-i götürək. İŞİD-ə biz bu cəhətdən baxsaq, İŞİD nəinki Süfyanı idi, bəlkə Süfyanı obrazını onunla yaratmışdılar ki, sadəlöh insanlar, bu kimi şəxslər onların Süfyanı olduğunu inanaraq onlarla mübarizəyə getməsinlər. Gözləsinlər ki, İmam Zaman əleyhissalam gəlsin, onlarla döyüşsün. Yəni düşmən bu hədislər üzərində də senari hazırlayır ki, səni bu ictimai hadisələr qarşısında passif etsin, yəni gözləyicisi, tamaşaçı etsin. Hər bir halda bu hədislər bizi oyatmaq üçün, bizi hazırlamaq üçün buyurulmuş hədislərdir. Nəinki bu baş verən hadisələri bir siyasi şəxsi olaraq hədislərə söykənərək təfsir etmək. Əssalamu aleykum və rəhmətullah.